Dördüncü məsələ bizim müsbətlərə baxa bilməməyimiz formasında olan düşüncəmizdir. Buna tərs sima da deyilir bəzən. Bir məsələnin yanlış tərəfini ancaq görə bilmək, bir məsələnin doğru olmayan tərəfini yalnız görə bilmək. Adətən depressiyada olan insanların baxış bucaqlarından biri bu cür olur ki, onlar hər zaman həyatlarının yalnız mənfi tərəflərini görə bilirlər və müsbət tərəflərinə heç zaman baxa bilmirlər. Yəni bəzən insan bundan əvvəlki düşüncə tərzində yalnız mənfilərə fokuslanmaq idi. Burada isə müsbətləri görə bilməmək başaracağıdır. Müsbətlərə baxa bilməməyimiz də bizdə mənfi emosiyaların yaranmasına səbəb olur. Müsbətlərə baxa bilməmək üçün əgər istəsək bir misal çəkək. Məsələn, fərz edək bir nəfər bir neçə bacaracağa sahibdir. Misal üçün, rəssamlıq etməyi bacarır, gözəl musiqi qabiliyyəti var, fiziki olaraq iş görməkdən yorulmur. Amma deyək, hər hansı bir şeyi əzbərləməkdə çətinlik çəkir. Amma şəxs nə edir? Bu musiqi bacaracağına və yaxud da rəsm qabiliyyətinə, fiziki olaraq yorulmamazlığına baxmaq əvəzinə yalnız bir şeyi əzbərləyə bilməməsində ilişib qalır. Və o əzbərləmə qabiliyyətinin zəif olması onu daim narahat edir. Halbuki əgər məsələnin bu tərəflərinə baxa bilsəydi, bu onu daha çox xoşbəxt eləyərdi. Yəni bəzən stəkanın dolu tərəfinə baxmaq məsələsi burada nəzərdə tutulur ki, çox zaman biz həyatımızda adətən mənfi olan tərəflərə daha qabarıq formada baxıb, müsbətləri görə bilmədiyimiz üçün biz mənfi emosional hallar yaşayırıq. Bu özümüzə qarşı da bəzən belə olur və bəzən də digər insanlara qarşı belə olur. Ümumiyyətlə, hər bir insanın mənfi və pis cəhətləri mövcuddur. Heç kəs tam olaraq yaxşı deyil və heç kəs də tam olaraq pis deyil. Bəli, pislikləri çox olanlar var, yaxşılıqları çox olanlar var və ya pislik və yaxşılığı bərabər olanlar var. Bizim işimiz də başqalarını durub başdan ayağa təhlil etmək deyil. Əsasən özümüzlə məşğul olub, özümüzdə yaxşılığa doğru olan bir dəyişikliklər aparmaq da ilk olaraq vəzifəmiz, bir insan olaraq vəzifəmiz. Bu baxımdan özümüzə qarşı biraz şəfqətli və mərhəmətli olsa daha yaxşı olur.